Esselamu Aleyküm, hər vaxtınız xeyir. Hörmətli izləyicilərim, gördüyünüz Electrolux kombisində isti su problemi vardı. Problemi inşallah öz həllini tapacaq. İçərisi bu gördüyünüz hal-hazırda qarelka təmizləndi, yoldu. Burada gördüyünüz buradakı jigulyorlar tutulub. İndi mən sizə bunu tam aydın göstərəcəm. İğnə ilə təmizləyəndə nə də təmiz olmalıdır onlar. Gözləri tutulanda alov zəif yanır və görürsünüz təmizləndi. İndi bir dənə fərqə baxın. Zəhmət olmasa. Görürsünüz fərqi. Bununla bunun fərqini gördünüz də. İnşallah jigulyorların da gözü buradan qaz çıxan hissəsindən gözləri təmizlənəndən sonra sabit şəkildə su qızacaq. Sizin də bu kimi Electrolux və ya digər kombidə probleminiz olarsa, əlaqə saxlayıb usta xidmətimizdən faydalana bilərsiniz. Diqqətinizə görə sağ olun.